Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Siz aziz yoldaşlara, sırdaşlara, yol birlere salam arz edirəm. Şaban ayının axırlarındayıq. Ramazan ayı, oruçluq ayı gəlir. Öz növbəmdə bütün müminlərə, müslümlərə bu Allah'ın qonaqlıq ayını təbrik deyirəm. Allah'tan bütün müminlərə, müslümlərə, özellikle Türk Müslüman müminlərinə Tanrıdan bollu, nimət, rızq və hidayət və səadət arzulayıram. Əzizlər, İslam özüyle bir fəlsəfə, bir hikmət, bir topluma baxışıq, eyni halda bir sıra hökmlər də gətirir. O hökmlərdən biri oruçluqdur. Oruçluq demək olar ki, siyam kələməsi ki, oruçluğu daşıyır. Ramazan ki, elə bir aydır, istilik anlamını daşıyır. Qur'anın neçə yerində demək olar buna işarət olunubdur. O cümlədən Bəqərə surəsində Allah Teala buyurur ki, Ya eyyuhəl-ləzīnə amanu kutibə aleykumus-siyam kəma kutibə aləl-ləzīnə min qablikum ləəlləkum təttəqun. Ey müminlər, oruçluq sizə yazılıbdır, məktub olubdur, yəni kitabətə çönübdür, hökmə çönübdür. Necə ki, sizlərdən öncə bu oruçluq millətlərin, ümmətlərin içində vardı. Demək olar ki, bəlkə də bu ad elə oruçluq adını ola bilərdi ki, daşımasın, amma insanlar elə irfan baxımından da bir səviyyəyə çatmışdılar ki, bir adca bədənə riyazət vermək lazımdır. İçməkdən, yeməkdən, şaman düşüncələrində də bu vardı. Şamanlar da bu işləri görərdilər. Sonralıqda ki, bizim irfanımızda da bu gəlir. Bu bədəni incitmək deyil. Demək olar ki, bu bədəni hazırlayıb yeni işlərlə üzbəüz eləməkdir. Ləəlləkum təttəqun. Qur'an buyurur ki, ola bilsin ki, siz bu işləri görsəz, demək olar ki, təqvaya və o Allah'tan çəkinməyə, bir növ utanmağa, utanca neyniyərsiniz? Yaxınlaşa bilərsiniz. Qur'anın bir ayrı yerlərində var ki, siz bir xətayı da eləyə bilsəz, eləyə bilərsiniz ki, oruçluqla gələsiz onun kəffarəsini neyniyəsiz? Verəsiz. Demək olar ki, yəni oruçluqda bu qədr və oruç tutmaqda bu qədr güc var ki, eləyə bilir, gəlir müminlərin bir sıra xətalarını neynəsin? Örtsün, bastırsın. Amma necə ki, biz tarix boyu ola bilir ki, tərsə yaşamışıq, tərsə düşüncələr daşımışıq. Niyə ki, bəzi qavramları, anlamları düz tərcümə etməmişik, düz anlamamışıq, onun sınırlarını düz təyin etməmişik. Ona görə elə bu Allah'ın hökmlərində də belə tərsə başa düşməklər olubdur. Ona görə siz baxırsınız, görürsünüz ki, Nəhc-ü Bəlağədə Həzrət Əli əleyhissalam özü buna neyniyir? İşarət eləyir ki, kəm min saimin leysə ləhu min siyamihi illəl-cu'u və zəmə. Elə oruç tutanlar vardılar ki, bunların orucu tutmasından təhcə bunlara bir aclıq
və susluq qalır. Yəni təkcə bu ləzzəti bunlar dada bilirlər. Və kəm min qaimin leysə lehu min qiyamihi illə səhər vəl-əna. Deyir, çoxlu namaz qılanlar da var, dururlar, namaz qılırlar ki, bunların əyilib qalxmasından təkcə oyaq qalmaq və o bədəni incitmək qalır. Yəni bunlar heç ləzzət və heç həzz və o mənəvi demək olar o ləzzətə burada çatanmırlar. Ona görə Həzrət buyurur ki, Həbbəza nəvmul əkiyas və iftaruhum. Xoşa o insanların halına ki, əkyasdılar və onların yuxuları ibadətdir. Onların iftar açmaqları ibadətdir. Bu əkyas kimlərdilər? Nəhcü Bəlağədə bu əkyas ariflərdirlər, həkimlərdirlər, aqillərdirlər. Yəni onlardılar ki, öz əqillərindən və hikmətlərindən yararlanırlar, düşünürlər. Buna görə ki, Qur'an bir kitab olubdur ki, demək olar bütün o müsəlmanları və müminləri dəvət edirdi ki, siz düşünün. Əfəla təqilun, əfəla yubsirun. Bu sözlərlə bəs siz niyə düşünmüsünüz? Bu əqlə çağırış, bu elmə çağırış, bu fikrə çağırış demək olar ki, İslamın o dinlərin içində ən zirvəsində yerləşdirir. Yəni İslam eyni İncil kimin adamlara qoyun kimin baxmır ki, o İsa Məsih İncildə o cür gətirir ki, mənim adamlarım eyni qoyunlarım kimdirlər, hayın aparam. Yox, İslam tək-tək bu insanlara eyni müctəhid kimin, eyni bir aqil kimin, eyni bir həkim kimin baxır və bunları çağırır, neyniyir? Bu, demək olar, düşünməyə və əqlidən yararlanmağa. Ona görə bu oruçluq, bu siyam, bu Ramazan, bu ruzə demək olar, bizim əqlimizi və düşünməyimizin inkişafında gərək bizə köməklik eləsin. Biz bu bədəni incidirik nədən ötürü? Arıqlatmaqdan ötürü, salim saxlamaqdan ötürü. Bəli, bunlar hamısı öz yerində var. Amma bunu yontuyuruq, gətirək neyniyək? Bu əql və bu hikmət çeşmələri ki, bizim zehnimizdə və bizim ürəyimizdə bunlar tutulublar. Bu oruçluqla neynəsinlər? Bunlar götürülsün və o çeşmələr neynəsin? Başlasın coşmağa və bizdə yeni bir düşüncə, yeni bir baxım demək olar yaratsın. O həməndir ki, Mövlana da neynirdi? Məsnəvisində gətirirdi. Mövlana 6-cı dəftərində Məsnəvidə bir dənə yaxçı nağıl gətirir. Nağıl budur ki, deyib qədim zaman ki, oruçluqda adamları oyadardılar. Bu oyadanlara səhuri deyərdilər. Yəni səhər çağı gələrdilər. Bir yol üçün da ayrı bir şey yoxudur, radiodan, televizyondan yoxudur. Bunlar təbil çalardılar küçələrdə. Milləti oyadardılar ki, durun ki, demək olar ki, oruçluğun vaxtıdır da, indi səhəri yeyəcəksiniz. Bunlara səhuri deyərdilər. Deyib bir gün gecə yarısı, hələ səhər vaxtı yetişməmiş, məsələn 11-12-də, bir nəfər gəlir bir xaraba yerə ki, xərabədir, orada başlayır səhərini çalır. Yəni o təbli vurur, oyada, bir yol, oyadanda demək olar ki, orada da heç kim yox. Bir nəfər gəlir deyir ki, ağa, sənin əqlin yox, huşun yox, burada adam yoxdur, bunları kimə çalırsan, nədən ötürü çalırsan filan. Bu deyir ki, bəli, o sənin fikrindədir. Bizim fikrimiz öcürdə, bizim fikrimizdə hər xərabə özü bir dənə abad yerdir. Burada bütün insanlar, bütün firiştələr, mələklər burada yaşayırlar. Bunların hamısında şuur vardır, bunlar eşidirlər. Məyər müminlər gedirlər Kəbəyə, ziyarətə gedirlər. Məyər onun içində adam vardı, gedirlər o boş evi, onlar ziyarət eləyirlər. Onlar bilirlər ki, onun içində bir dənə məna vardı. Və belə bir baxışığı da Mövlana 6-cı dəftərdə yer aldır ki, mən istəyirəm ki, sizə bunu demək olar oxuyam buradan. دی آن یکی میزد سحوری بر دری درگهی بود و رواق مهتری.
Bir nəfər çaldı o başdanda təbil, yuxuya qalmaq bu saat xoş deyil. نیمشب میزد سحوری را به جد گفت او را قائلی کی مستمد Təbilə qızğın çalırdı çiltiyi bu işin dedi biri yoxdur yeri. Bir nəfər dedi ki bunun yeri yoxdur. Əvvələn vaxtı səhər zən in suhur نیمشب nəbvəd gəhi in şərr şur. Bir bu ki o başdanda xeyləh qalır gecənin yarısıdır yoxdur sağır. Sağır yəni qulağı kar eşitməyən. دیگر آنکه فهم کن ای بوالهوس که در این خانه درون خود هست کس. Biri də bu ki o evdə yox biri səninlə birlikdə çalsın çiltiyi. Bir kəs yoxdur ki səndən o təbli sən ona çalırsan. کس در اینجا نیست جز دیو و پری روزگار خود چه یاوه میبری. Özünün pəs vaxtını gəl etmə zay. Yox o evdə bir nəfər cindən suvay. Cindən əlavə bir nəfər orada yoxdur. بهر گوشی میزنی دف گوش کو هوش باید تا بداند هوش کو. Qulağa xatir çalırsan yox qulaq. Huş bu başlardan çəkib çoxdan ayaq. Burada bir kəs yoxdur. Bu ki neyini buna cavab verir. Deyir ki گفتی بشنو از چاکر جواب تا نمانی در تحیر ز اضطراب. Qalma heyrətdə işimdən olma şit. Bir dedin döndü dedi indi eşit. İndi eşit cinən. هر شکستی پیش من پیروز شد جمله شبها پیش چشمم روز شد. Bir də sınmaq yol açır üstünlüyə. Gecələr gündüzdən aydındır mənə. Gecələr gündüzdən aydındır mənə. پیش تو خون است آب رود نیل نزد من خون نیست آب است ey nəbil. Sənə xatir löhmə qandır nil əgər. Löhmə yəni bulanlıq. O qanla gələn dərvaqa o qəliz bir şey. Biyol. Sənə xatir löhmə qandır nil əgər. Mənə o sudur duru canə sinər. Dumduru sudur. در حق تو آهن است o رخام پیش داوود نبی موم است و رام. Sənə dəmir olsa Davud nəbiyə o mumdur. Hər o zat ki sənə oldu daş dəmir Davudun əlində oldu mum xəmir. Bunları neyniyir? پیش تو استون مسجد مرده است پیش احمد عاشقی دل برده است. Sənə o sütun cansız bir şeydir. Amma Peyğəmbərə Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmə nə mənədir? Bir o aşığı delburdədir. Ostun Hənnanəm ki nağılı vardı Şəms divanında. Bir o. Sən görsənsə əgər cansız dirək yandırar o Əhmədə amma ürək. O bizim Peyğəmbərə ürək yandırar. Öcürdə deyir. جمله اجزاء جهان پیش عوام مرده و پیش خدا دانا و رام. Sizin nəzərinizdə onlar ölüdülər. Amma Tanrının nəzərində, baxışığında onlar bütün canlıdırlar və əvama cansızdılar. Yer gör əgər haq yanında oldular canlı dinər. آنچه گفتی کاندر این خانه و سرا نیست کس چون میزنی این طبل را. İndi ki sən bu sualı soruşdun, mən sənə deyim ki, bəhr haqq این خلق zərha میدهند صد əsas xeyr و məscid minəhənd. Bu adamlar gəlirlər məscid düzəltmək üçün, bir dənə xali yer düzəltmək üçün kolli pullarından xərcləyirlər. Xali ev düzəldirlər. Amma bunların nəzərində bu xali deyil. Ora dol boşaldı. Sovururlar xalq qovm təkvarların doğrulub məscid tikərlər arxayın. Malutən در راه حج دوردست خوش همی بازند چون uşşaq məst. Yol döyərlər Kəbəyə ağrınmadan canə bu yolda olur onlar qıyan. Bu Kəbə kimin yola kolli pul xərcləyirlər, canlarından keçirlər. Qədim zaman indiki kimin deyildi da o çətinlikləri var idi. Bunlar hiç میگویند کان خانه توهیست
bəlkə sahibxanə can muxtəbist. Bu heç deyirlər ki, o ev boşdur, orada heç kim yoxdur. Yox, orada çoxlu can muxtəbist. Heç deyirlər Kəbəyə boş dörd duvar, çün bilibdir onu ev gizlin o yar. Orada yar gizlənibdir, o vardır. Ona görə bizim bu irfani Türk Müslüman ariflərin baxışığında tək-tək bu əcza-i aləm bunların şuurları vardır. Həməndir ki, Qur'an da buna işarət eləyir. Yusəbbihu lillahi ma fis-səmavat və ma fil-ərd. Nə yerdə və göylərdə var, hamısı təsbih eləyirlər. Bunlar təsbih dildədirlər, danışırlar. Bunların zikirləri vardır. Ona görədir ki, yeni elmi də buna şuur adlandırsa da bu zərrələrə hər halda baxmayaraq onlara ki, bizim irfanımızda demək olar o dərin anlam, o dərin qavramlar bu ibadətlərin içində gizlənibdir. Siz əziz möminlərə, siz əziz müsəlmanlara bu gözəl ayda, gözəl ləhzələr, gözəl ibadətlər, gözəl mənəvi təcrübələr, irfani mükaşifələr tək Tanrıdan sizə istəyirəm. Sağ olasınız, var olasınız.